Hər vaxtınız xeyir. Yaşad düşərgəsinin 4-cü həftəsinin 4-cü günündəyik. Hazırda uşaqlar üçün parkur saatı təşkil olunur. Onların asudə vaxtlarının keçirilməsi üçün maraqlı proqramlar keçirilir. Elə uşaqlar da indi parkur saatında əylənirlər. Gəlin elə onların təəssüratlarını özlərindən öyrənək. Salam. Adın nədir? Hüseyin. Neyinirsən indi? Nəyə məşğulsan? Parkur edirik və çox əyləncəli keçəcək. Çünki ona çox çətindir bildiyiniz üçün və bunları atmalıyıq. Bizə çoxlu güvənli şeylər verdilər ki, yıxılmayaq və bizi çox xoşlayırlar. Təhlükəsizlik üçün təlimatlar veriblər. Bəli. 4 gündür biz buradayıq və bura çox maraqlıdır və müəllimələr çox mehribandır. Artıq qorxmursan, finala qədər gedə biləcəksən? Qorxmuram belə baxanda. Odun yerlər biraz qorxulu görsənir və çox balacadır ona görə. Görüşərik. Finala gedə bilərəm amma. Finala gedə bilərsən. Yaxşı, finalda görüşərik. Bəli, bizim sizə buradan çatdıracaqlarımız bu qədər. Növbəti efirlərdə daha ətraflı proqram haqqında məlumat verməyə çalışacağıq. Buyurun, sözü yenidən studiyaya ötürürəm.